Hər bir ananın artıq bir qızı dünyaya gələrsə, bu analar unutmasınlar ki, artıq onların evlərində bir gənc xanım böyüyür və əlbəttə ki, hər bir həkimlə yanaşı bu gənc xanımın da ailə qurana qədər bir həkim-ginekoloq olmalıdır. Bəzən bizdə analar qızımı həkimə aparım deyən yenə də biraz bu utanc sindromu var və çalışırlar ki, öz qızlarını hər bir həkimə müraciət etsələr də ginekoloqa müraciət etməsinlər. Lakin unutmayaq ki, sağlam qız uşağı gələcəyin sağlam xanımıdır, sağlam anasıdır. Və bugün anaların ən çox diqqət yetirdiyi mövzu əlbəttə ki, ilk menstrual sikldır, dediyimiz menarxiya. Hər bir qız uşağının başlanğıc bir devri var. Artıq bu qızın reproduktiv dövrə addım atması deməkdir. Və bu bəzi qızlarımızda 9, 10, 11 yaşlarından başlayır. 16 yaşına qədər əgər bir qızınız çatıbsa və o menstrual siklı görmürsə, artıq bu bir işarədir və təcili olaraq sizin həkimə getməyiniz üçün bir səbəbdir. Adətən analar qızım bibisi də aybaşısı gec olub, xalası da aybaşısı gec olub. Bəli, menstrual siklın qoyulmasında genetik rolu çox var. Bu isə 9 yaşının 16 yaşına qədər olmalıdır. Sizin qızınızın 16 yaşı tamam olubsa, lakin onun heç ilk menstrual siklı baş verməyibsə, bununla yanaşı o çox kökdürsə, tüklüdürsə, saçları tez-tez yağlanırsa, onun anatomik bədən quruluşu bir kişi quruluşuna bənzəyirsə, yəni çiyinləri böyük, beli incə deyilsə, o zaman mütləq şəkildə bu bir həyəcan təbiidir və mütləq şəkildə ginekoloqa müraciət etməyinizin vaxtıdır. Ginekoloqa getməyin yaşı, ya çox yaşlıyam, ayıbdır, ya bu çox uşaqdır, olmaz, qohum, qonşu nə deyir? Artıq biz o devirdə yaşayırıq ki, biz bu utanc sindromundan uzaq olmalıyıq və mütləq şəkildə hər bir ana öz qızının sağlığının keşiyində durmalıdır.